Ay Nəsir, bu Tehranı mən qoyuya bilmirəm safxozdan qardaş. Eşidib qupçalı torpaqlar var, gəlib qonub bura, gecələn gəlib zəng edib ki, müdür gəl, mənə zəhmət olmasa bir dənə çəkiş eləyək. Burada təcili 10 sot torpaq Qardaşım, mən də gəlmişəm ki, sənə kömək edeyim. Eşitmişəm ki, qupçalı torpaqlar var burada. Gəlmişəm ki, müdürlə bir yerdə kömək edeyim sənə, sataq. Allah sən köməyin olsun. Allah hər bir kəsin ruzisini versin. Gözəl izləyicilərim, əziz izləyicilərim. 10 sot safxozda, xüsusi mülkiyyətlə qardaş, 10 sotdur. 49 min manata təklif edilir. Bütün ətraf yaşayışdır. İnşallah gələcəyinə də deyirlər bu yol magistral tras olacaq. Ondan sonra vallahi billahi burada torpaqların qiyməti konkret qalxacaq. İstəsən əgər Tehran 5 sot da verə bilərik buradan. 20-nin 50-yə yerdir qardaş. İki tərəfdən yolu var. 25-in 20-yə kvadrat bölüb verə bilərik. Hazır bölgüdədir sənətlər. Qazda zaborun dibindən keçir qardaşım. Ay Nəsir, bu Tehranı mən qoyuya bilmirəm safxozdan qardaş. Eşidib qupçalı torpaqlar var, gəlib qonub bura, gecələn gəlib zəng edib ki, müdür gəl, mənə zəhmət olmasa bir dənə çəkiş eləyək. Burada təcili 10 sot torpaq. Qardaşım, mən də gəlmişəm ki, sənə kömək edeyim. Eşitmişəm ki, qupçalı torpaqlar var burada. Gəlmişəm ki, müdürlə bir yerdə kömək edeyim sənə, sataq. Allah sən köməyin olsun. Allah hər bir kəsin ruzisini versin. Gözəl izləyicilərim, əziz izləyicilərim. 10 sot safxozda, xüsusi mülkiyyətlə qardaş, 10 sotdur. 49 min manata təklif edilir. Bütün ətraf yaşayışdır. İnşallah gələcəyinə də deyirlər bu yol magistral tras olacaq. Ondan sonra vallahi billahi burada torpaqların qiyməti konkret qalxacaq. İstəsən əgər Tehran 5 sot da verə bilərik buradan. 20-nin 50-yə yerdir qardaş. İki tərəfdən yolu var. 25-in 20-yə kvadrat bölüb verə bilərik. Hazır bölgüdədir sənətlər. Qazda zaborun dibindən keçir qardaşım.